Yani başlayaq. Ee, Bugün ola bilər ki, bu kontestin məsələlərin bir qisminə baxaq, gələn dərsdə ardından kontesti uzadacağım. Çünki bəlkə bəzi məsələləri girişməmişsiniz, xeyli məsələ var burada. Ona görə bir qabaqdan baxaq, bəziləri əslində keçən dərs bəzilərindən danışmışdım. Məsələn, Xenian tree məsələsi keçən dərs Square Trickdən danışanda danışdığım bir məsələdir. Amma az yazmısınız. Əgər istəsəz koduna baxa bilərik. Nəsə bilməli, başa düşmədiyiniz hissəsi varsa. Düzdür, implementation'ı biraz sonraki məsələlərdən daha çətin ola bilər. Çünki burada həm BFS yazmalısınız, həm e, o bir LCA tapmalısınız. Ona görə biraz çətin ola bilər, amma ideyası çətin deyil. İdeyasını başa düşməyən var bunu, bu məsələnin, yəni square root trick ideyasını. Yoxdursa və nəsə sualınız yoxdursa bu məsələdə buna çox baxmayacağım. Çünki keçən dərs danışmışıq bunu. Hə. Nə yoxdur? LCA-yi o birə tapmağın CP algoritmimizdə olmalıdır. CP algoritmimizdə olmalıdır məncə. Burada qraf bölməsinə baxsan. Lowest common ancestor. Lowest common solve RMQ by finding LCA-də ola bilər olsun. Görə. Hə, budur deyəsən. Yox, bu deyil. Sadəcə trick and built-in oyun time and function başqa şeydən danışır. Bu daha bu lazım deyil o qədər də. Oyuna build eləyib o birə tapa bilərsiniz. Amma sparse table-dan olan şeydir. Lowest common ancestor binary lifting. Bəlkə bunu bilmirəm ki, adını necə adlandırırlar. Bu da deyil yəqin ki. Bu da en login oluyor. There's an easy data structure that can use for solving an MQ problem. For example, we want for each query sparse table. We create a table T. Burada biraz danışır amma bilmirəm detallı implementation onu verir mi yoxsa yox. Gəlsən bu da. Euler tour. Pre-compute LCA. Sonra da LCA'yi blocks, block, mask yəni bu da deyəsən. O biraz fərqli cür edib. Yox, LCA-in blok yox, bu başqa cürdür. Tam mənim dediyim deyil. Bu blok size-dan istifadə edib və kök altı azad var. Yəni ideyanı əslində sparse table bilirsinizsə qeyri-adi bir şey yoxdur implementation'da və uşaqlardan implement edənlər var. Öz aranızda bir-birinizə implementation'da bəzən kömək edə bilərsiniz. Yəni hansısa bir standart algoritmin implementation'ı bilmirsinizsə bir-birinizə kömək edə bilərsiniz. Burada istəsəz kimin koduna baxaq? Ömərin koduna baxmışdım, səliqəli idi. Yəni ora baxaq. Bu məsələdə bu heç bu BFS hissəsidir. Euler turla bağlı isə bir dənə DFS atır. DFS-də Euler tura yığır nodları. Bu Euler tura yığma. Daha sonra mən öz Euler turun kodunu mən göstərməmişəm ki, sizə əvvəllər. Kodunu da göstərmişəmsə, videoda da əslində mənim kodum da durmalıdır. Sonra burada logları pre-compute eləyib ki, hər dəfə hər ədədin ən böyük logu, ən böyük bit position nədir? Bir də bu normal sparse table-dır. Euler turun üstündə. Euler tur bir dənə array olur sizdə. Avtomatik iki ölçülü saxlayıb ki, yəni şey olsun. Birbaşa turun üzərində şey qura bilsin, sparse table. Sonra burada sparse table-ı qurur. Sonra LCA-yə də baxanda iki nodun Euler turdakı rast gəldiyi yerləri tapır və o yerlər arasında, elə ki, Euler arasında nə eləməlidir? Range minimum query eləməlidir. Range minimum query-də Euler range-ində L-dən başlayan ən böyük iki üstü qüvvət olan range-lə R-də bitən ən böyük iki üstü qüvvət olan range-in ikisinin minimumu kimi götürür. Onlardan hansı daha kiçikdir? Onu da burada eləyib. Bu L-də başlayan ən böyük ikinin qüvvətidir bu aralığa sığan. Bu da R-də bitən ən böyük ikinin qüvvəti aralığa sığan. Onları təzədən L-də saxlayıb. Sonra onlardan hansı daha kiçiksə, hansının level daha kiçiksə, onun indeksini qaytarır. Bu məsələdə indeks lazımdır deyə.
Bu məsələni O'Brien ilə də yazsanız keçirtmək olar məncə. Amma dəqiq bilmirəm. Prosta blok size-dan biraz oynasaz keçə bilər. Bilmirəm nə qədər oynamısınız. Dəqiq square to n yox, biraz fərqli qoysas, hə? Hə, onda da keçib məsələn. Keçən dərs danışmışdıq da ondan ki, o bir dənə tərəfi böyüksə, o toplanan şeylərin kompleksində blok size-ı dəyişdirməklə kompleksini biraz yaxşılaşdıra bilirsiniz. Ekberin yazdığı oynandısa, oyna yazmısan sən. Bax, məsələn, time-da biraz fərq var, amma keçib 1702 ilə işləyib. Bu isə 400 neçə ilə işləyib. Bir 3 dəfə, 4 dəfə falan fərq var time-da, amma yenə də onu da keçirtmək olur. İkinci məsələ, o da keçən dərsdən olan əvvəlki dərsin məsələlərindən biri idi. Mixed contesting. Bu bu məsələdə mo idi görüm. Hə. Bu məsələ mo idi. İndi biz keçən dərsdə falan mo haqqında danışmadım. Bəzilərindən soruşdum kim mo-nu bilir. Prosta bilənlər var idi. Amma indi biraz mo haqqında danışacağım. Sonra mo ilə çünki bir neçə başqa məsələ var. Onlara baxasın. Yəni niyə mo sürətli işləyir? Yəni kök hardan gəlir mo-nun mo alqoritmində? Kompleksdə kök hardan gəlir? Ondan biraz danışaq. Mo alqoritmi ümumiyyətcə ki, query-lərə square root trik tətbiq eləməkdir, belə adlandıra bilərsiniz. Və məntiq ondan ibarətdir ki, məsələn, bizdə bu məsələdə, bu məsələnin üstündə gəlində danışaq, sadədir. Deyir ki, array var, bir neçə query ola bilər, T-dən query ola bilər. Hər query-də error aralığı verir və biz bu aralıqdakı hər ədədin rast gəldiyi sayı, əgər ki, S ədədinə ks dəfə rast gəlinirsə, o zaman o range üçün cavabımız həmən o ks-lərin kvadratı vur S olacaq. Məsələn, belə bir formula ilə hesablamalıyıq cavabı. Məsələn, belə bir range üçün cavab, burada 3 dənə 1 var, ona görə 3-ün kvadratı vur 1, 2 dənə 2 var, 2-nin kvadratı vur 2, bir dənə də 3 var, ona görə 1-in kvadratı vur 3, bu da 20 edir, 20 olur. Okey, mo alqoritmində deyir ki, biz query-ləri qruplaşdıra bilərik. Nəyə görə qruplaşdıra bilərik? Bir neçə cür qruplaşdırma var, amma məsələn biri budur ki, tutaq ki, bunu düşünün array birdən n-ə və bu birdən n-ə olan array-nin indekslərini elə ki, kök D-lik bloklar kimi düşünsək, təqribən kök n-lik, yəni D ölçülü bloklar kimi düşünsək, buna bir D ölçülü blok deyirəm, hansı ki, bunu adətən kök n seçmək yaxşı olur. Burada təqribən kök n dənə, əgər kök n seçsəz D-ni, təqribən kök n dənə blok olur da. Biz burada query-lərin sol tərəfi, query-lər LR şəklindədir. Sol tərəfi bu blokun içində olan bütün query-ləri birinci proses eləməyə çalışasıyıq. Sonra sol tərəfi bu ikinci bloka düşən query-ləri daha sonra proses eləyəcəyik və s. Üçüncü bloka düşənləri daha sonra proses eləyəcəyik və də necə eləyəcəyik? Sol tərəfi birinci bloka düşən bütün query-ləri sağ tərəfinin artma sırasına görə proses eləyəsiyik. Eyni şəkildə daha sonra sol tərəfi ikinci bloka düşən query-lərin də hamısını onların sağ tərəfinin artma sırasına görə proses eləyəcək və s. Bu şəkildə gedir. Yəni, adətən moda belə bir dənə compare funksiyası görəcəksiniz ki, query-nin L-i R-i var. İki query-ni müqayisə eləyəndə nəyə görə müqayisə edir? Birinci hansı bloka düşdüyünə görə onu müqayisə edir. Tutaq ki, L1, R1 desəm, L1 böl D ilə L2 böl D-ni müqayisə eləyir. Əgər ki, bu ikisi bərabərdirsə, bu nə deməkdir? Yəni, eyni bloka düşəcəklər. L-lərinin böl D-si eyni yerə düşdüyünə görə. Onda bu halda nəyə görə şey eləməlidir? R-lərinin azalma sırasına görə gəlməlidir query-lər. Çünki hər blokun içində dedik ki, R-lərin artma sırasına görə gəlməlidir. R-lərin artma sırasına görə düzürük. Yox, əgər ki, bərabər deyilsə, o zaman nəyə görə düzürük? Öncə hansı blok, yəni öndə olan blok gəlir, daha sonra yəni birinci blok gəlir, sonra ikinci blok gəlir və s. O halda L1 böl D kiçikdir L2 böl D-yə görə düzürük, əgər fərqlidirlərsə. Okey, belə düzəndə indi niyə yaxşı olur? Daha sonra nə edirik? Daha sonra bu sırada proses edirik query-ləri və bu sırada proses eləyəndə görək nə edəsin? Yəni, elə bir ki, hər dəfə bir dənə query-miz var burada başlaya bilər. Məsələn, bu blokun içində düşür deyək ki, burada başlayır, burada bitir. Daha sonra bir dənə ikinci bir query gəlir, bu birinci query'dir. Məsələn,
ola bilər daha əvvəldə başlasın, amma bitmə yeri mütləq bunun birin bitmə yerindən böyük bərabər olacaq. Çünki bu blokun içində hamısını yerə görə sort eləmişik, elədir. Deyək ki, burada bitir ikinci bir query və s. İndi biz queryləri proses eləyəndə tutaq ki, hər hansı birinci query-ni proses edirik. Bu məsələdə nə etməliyik? Bu məsələdə prosto bir dənə count array'imiz olmalıdır global. Hansı ki, e, hal-hazırki situasiyada hal-hazırda hansı range-i cover eləmişiksə, o range-dəki ədədlərin countlarını saxlamalıdır. Ədədlər də 10^6-ya qədər ola bilərdi. Count array-nin 10^6 ölçüdür və biraz böyük götürməlisiniz. Okey. Deməli, burada, məsələn, deyək ki, birinci query-ni cover eləmək üçün nə edəcək? Prosto birinci query-nin left-indən right-ına qədər gedib bir-bir oradakı ədədləri countunu artırasıyıq. İndi birinci query üçün cavabı necə hesablayacaq bu məsələdə? Bu məsələyə spesifik bir şeydir. Bu qeyri-adi bir şey yoxdur. Yəni countları tapandan sonra elə bir ki, hər count'u update eləyəndə siz bir dənə element əlavə eləyəndə elə bir ki, count bir vaid dəyişir. Dolayısıyla bu formulada, yəni ks kvadrat vur s-də nə dəyişir? Elə ki, əvvəl bir dənə balaca ks-lə bu ədədi toplamışdınızsa, elə ki, onu çıxıb geri bir dənə artırılmış versiyasını toplamalısınız. Yəni count artırmamışdan qabaq countun kvadratı vur ədədi çıxmalısınız, sonra count'u bir dənə artırandan sonra təzədən əlavə eləməlisiniz. Bu bizim üçün sum'ı keep track eləyəcək, lazım olan sum'ı. İndi bir dənə query-ni deyək ki, cover eləmişik. Oradan başqa bir query-yə keçəndə nə edəcəyik? Başqa bir query keçəndə nə baş verir? Ya sola doğru bizim range'imiz genişləyir, ya da ki sola doğru genişləməyib darala bilər soldan. Yəni məsələn sol birdən bura gəlsəydi soldan azala bilər elementlər. Və yaxud eyni şəkildə sağa doğru da bizim range'imiz ya genişləyir, ya azala bilər. Amma bir blokun içində isə sağa doğru ancaq genişləyəcək, elədir. Yəni genişləyə bilər. Ya olduğu kimi yerində qalacaq, ya da biraz genişləyə bilər sağa doğru. Amma başqa bloka keçəndə məsələn nə baş verə bilər? Bunun eri bu arada bu blokun içində olmalı deyil. Bir query məsələn belə də ola bilər. Eri hər yerdə ola bilər. Yəni bunun eri məsələn burdadır. Bax. 2-nin eri. İndi növbəti bloka keçəndə, ta ki burada başlayan bir şey keçəndə er təzədən geri gələ bilər. Çünki bu blokun içindəkiləri təzədən sortlamışıq öz arasında. Ona görə bəzən er geri gələ bilər. İki blok arasında keçid eləyən zaman olur bu. Biz də nə etməliyik? Prosto bunu şey eləməliyik. Yəni burada genişləyirsə buranı gedib bir-bir artırmalıyıq. Yox, burada azalırsa buranı gedib bir-bir azaltmalıyıq. Sağ tərəfdə də eyni şey. Əgər sağ tərəf genişləyirsə bir-bir gedib elementləri artırır. Genişlənmirsə azalırsa bir-bir çıxırıq. Yəni dolayısıyla bir add metodumuz olmalıdır. Bir də elementi add eləmək üçün bir də delete. Biz əgər bu add-ləri və delete-ləri o birə eləyə bilsək, hansı ki bu məsələdə o birə eləyə bilirik. Yəni bir dənə prosto count update olur, cəmi də ona uyğun update eləyirik. Onda məsələnin kompleksi niyə yaxşı olur? Yəni onu analiz edək. Yəni əsas onun kompleksi buradan gəlir. Bir dənə blokun içində nə baş verir? L-lar necə dəyişə bilər? L-lar hamısı bu blokun içində olduğuna görə ən pis case nədir? L bir dəfə çox axırına düşsün bu blokun, bir dəfə çox əvvəlinə düşsün. Gələn səfər çox axırına düşsün, gələn səfər çox əvvəlinə düşsün. Ən pis budur da L üçün. Yəni sol tərəfdə hər dəfə elə bir ki, ən çox kökən qədər irəli gedirik, geri gedirik. Yəni artırırıq, silirik. L-a görə baş verə biləcək blokun içində ən pis şey budur. Dolayısıyla bir blokdan başqa bloka keçəndə də bu yenə kökən qədərdir. O kökən qədərdir, elədir? Çünki və ya D qədərdir. Çünki məsələn bir blokda ən pis halda bir blokda burada ola bilər sonuncu query-nin L-i və digər bloka keçəndə həmən query-nin L-i ən pis bu blokun axırında ola bilər. Bu da 2D məsafə deməkdir, amma 2 konstantdır deyə buna OD deyə bilərik. Dolayısıyla bizim həllimizdə L-lar arasında olan dəyişmə həmişə nə qədər olacaq? Kökən qədər olacaq və yaxud OD qədər olacaq deyək. Hələ ki D ilə ifadə eləyək. Buranı kim başa düşür? Niyə OD qədər olur L-lər arasında? Okey, amma erlər arasında nə baş verəcək? Dolayısıyla bunu da əslində şeyə vursaq, yəni OD qədər olur, 2 dənə də query'miz var bizim. Onda L-lərə görə olan add delete'lər toplamda D vur Q qədər olacaq. R-lərə görə olan add delete'lər toplamda nə qədər olacaq? Məsələn, bir blokun içində biz R arta getdiyi üçün bir blokun içindəki bütün query'lərdə toplamda o n-dən çox olmayacaq, elədir? Çünki R-lər ancaq bir istiqamətdə hərəkət edir, ən çox n-ə qədər gəlib artıra bilərik nəysə. Bir blokun içində ən çox n dənə ola bilər və bir blokun içində n dənə ola bilər deyə bir də
bir blokdan diğer bloka keçəndə nə baş verə bilər? Məsələn, bu blokda ən axıra gəlib çıxmışdı deyək eğer, arta-arta gedirdi. İndi növbəti bloka keçəndə biraz geri gəldi. Lap bu blokun burasına qədər gəldi. Ən çox o en geri qayıda bilər də. Bir blokdan başqasına keçəndə en dənə geri qayıda bilər deyək. Və bir blokun içində də toplamda n dəfə irəli gedir. Bizim nə qədər blokumuz var? D dənə blokumuz var. Yəni bir blokun içində irəli getmələrə görə kompleksdə n vur D əlavə olunacaq. Bir də bir blokdan digərinə keçəndə dedi ki n qədər dəyişə bilər, amma onun özü də bir blokdan digər bloka keçmə neçə dəfə baş verir? Blokların sayı qədər dəfə ya da çıx bir dəfə. O da D dəfə baş verir. Ona görə də bir dənə n vur D əlavə olunur kompleksdə. Burada 2 vur yazmıram konstant olduğuna görə. Kompleksimiz təqribən belə bir şey olacaq bu analizimizə görə. Q vur D üstə n vur D. İndi burada D-ni nə seçsək yaxşı olar? Burada adətən demişdim ki, bu tip bir kompleks çıxırsa square root triklərdə bu ikisini bir-birinə mümkün qədər yaxın eləyəndə yaxşı kompleks əldə edirsiniz elədir. Yəni D vur Q n vur D-yə bərabər olanda yaxşı əldə edəcəksiniz. Bu da nə deməkdir? Sorry. D vur Q n. Biz nəyisə səhv eləmişik burada. Çünki birində böl D olmalıydı. Hə. Bir dənə şey səhv elədik. Deməli burada n vur D dənə şey olur. Hər blokun içində sağın irəli getməsinə görə bizim D dənə blokumuz yoxdur. Əslində əgər blokun ölçüsü D-dirsə, bizim neçə dənə blokumuz var? N böl D dənə blokumuz var da. Çünki dedi ki, hər blokun içində o n baş verir. Bloklarımızın sayı isə birinin ölçüsü D-dirsə n böl D-dir. Bir də bunun üstünə gəl vurulsun. İki blok arasında keçid eləyəndə n-dir. İki blokda blokların sayı da yenə n böl D-dir. Yəni bu hissəni təkrar toplamaya bilərik. Elədir. Burada D yazdığım əslində n böl D olmalıydı. Dolayısıyla bu ikisini bərabərləşdirəndə buradan D vur Q bərabərdir n kvadrat böl D çıxır. Buradan D kvadrat bərabərdir n kvadrat böl Q çıxır. Adətən məsələlərdə n ilə Q bərabər olduğu üçün çox vaxt bu tipli məsələlərdə. Yəni buna n kimi, yəni n kvadrat böl Q-yə n kimi və ya Q kimi baxa bilərsiniz. Ona görə D-ni adətən kökən və ya kök seçmək yaxşı olur. Amma əslində daha dəqiq belədir. Məsələn, bəzən yəni n ilə Q arasında fərq varsa məsələlərdə ona uyğun belə seçə bilərsiniz. Yəni n çox daha böyükdürsə, o zaman D-nin qiymətini biraz daha böyütmək yaxşı ola bilər və ya Q böyüksə D-nin qiymətini biraz daha kiçiltmək yaxşı ola bilər. Amma burada düzdür, konstant faktorlarda nəzərə almalısınız. Sanki bizi çox nəzərə almadıq. Ona görə bəzən praktikada lazım ola bilər ki, özünüzdən götürüb, məsələn, time limit verirsə, çox dirənibsə time limitə, daha doğrusu cüzi keçirsə time limiti, blok sayından biraz oynayıb keçirdə bilərsiniz bəzən. Bir də növbəti məsələlərdə də görəcəyik. Blok size-la bağlı belə bir şey var square root triklərdə. Blok size-ı bəzən 2-nin qüvvəti seçməyimiz yaxşı ola bilər. Bu nəyə görə yaxşıdır? Çünki square triklə bağlı məsələlərdə çoxlu bölmə eləyirik şeylərdə, əməliyyatlar zamanı blokun ölçüsünü tapmaq üçün və yaxud hansı blokun içinə düşdüyünü tapmaq üçün nələrinsə. O bölmə əməliyyatı ümumiyyətcə, məsələn, mod əməliyyatı, bölmə əməliyyatı, yavaş işləyən əməliyyatlardır, məsələn, toplama və ya digər binary əməliyyatlarla müqayisə eləyəndə. Ona görə blok size-ı 2-nin qüvvəti seçsəz birdən, 2-nin qüvvəti olan bir ədədə nəyisə bölmək daha sürətli işləyir. Çünki 2-nin qüvvətinə bölmək əslində binary operatorla, shift operatorla əvəz oluna bilər. Bunu adətən compilerlar özü optimize edir. Yəni siz adi bölmə eləyə bilərsiniz. Amma eləmir deyə şübhələnsəz, götürüb 2 üstü k-ya bölmənin yerinə k dəfə shift eləyə bilərsiniz. K dəfə sola shift eləsəz, nə olacaq? 2 üstü k-ya bölmüş olasınız. Yoxsa sağa shift eləsəz. Sağa shift eləsəz. Okey. Bu bəzən lazım ola bilər. Dolayısıyla bunu şey eləyin, nəzərdə tutun. Bəzi məsələlərdə hətta kompleksini bir 2-3 dəfə yaxşılaşdıra bilir bu. Okey, daha sonra nə var? Mo ilə bağlı. Bir-iki dənə başqa trik də var onu sürətləndirmək üçün. Əgər ki, məsələn, bu cür sort eləmişik bu dediyim qayda ilə. Burada biraz sürətləndirməyin yolu nədir? Hal-hazırda belə bir şey baş verir. Məsələn, birinci blokda nə baş verir? Right arta gedir, axıra çıxır. İkinci bloka keçəndə right-ı ən balaca olandan başlayırıq. Təzədən arta gedir, elədir. Amma əslində belə eləyə bilərik. İkinci blokun içində right-ı azalandan ən böyükdən ən balacaya doğru sort eləsəydik,
Üçüncü blokda təzədən balacadan böyüyə, dördüncü blokda böyükdən balacaya. Buna zigzag texnikası elə bir ki deyirlər. Bunun yaxşı tərəfi nədir? Ki bir blokdan ən son R bura qədər gəlib, növbəti bloka keçəndə biz R-i burada başlayanda bu R-i bu qədər geri gətirməli oluruq, elədir? Demək olar o N-dir. Amma növbəti blokda biz R-ləri azalan sırada sort eləmiş olsaydıq, onda R daha az geri gələ-gələ başlayacaqdı. Elə ki, bir qrup R arta-arta gedir, axıra çıxır. Gələn səfər təzədən buradan geri-geri qayda-qayda gəlib bütün querylər proses edir. Bir dəfəlik qayıdıb təzədən irəli getməli olmur. Elə ki, bir yolu qayıdıb təzədən irəli getməkdənsə, elə qayda-qayda proses eləyəndə bir xeyli yaxşılaşa bilər sinəllimiz. Dolayısıyla bu sortda nə edə bilərsiniz? Tək nömrəli blokdursa, tutaq ki, artan sırada sort eləyin R-ləri. Cüt nömrəli blokdursa, tərsinə azalan sırada sort eləyin R-ləri. Və o halda biraz daha yaxşılaşacaq praktikada şey. Kompleksli yenə eyni qalacaq, amma constant optimization'dır bu. Kim başa düşdü bu dediyim constant optimization'ı? Əlavə şeylər də var əslində Mo ilə bağlı. Onlardan çox danışmayacağım. Prosta adını deyəcəm. İstəsəz Codeforce blog var haqqında araşdıra bilərsiniz. Hilbert sort var bir dənə. Hansı ki Hilbert sorta görə o da yəni məsələn bizim burada yazdığımız compare sortun bir üsuluydu. Məsələn daha sonra orada ki tək cütlərə görə sort eləsə biraz yaxşılaşa bilər. Bir də var Hilbert sort. Ona görə sort eləyəndə biraz da daha yaxşılaşır praktikada. Yəni daha sürətli olur. Onun haqqında istəsəz oxuya bilərsiniz. O qədər vacib deyil sizin üçün, amma maraqlıdırsa baxa bilərsiniz. Adı Hilbert sort belə olmalı. Yəni Google eləyək. Mo Hilbert sort. Burada danışılıb. Bu blogu tapsaz, an alternative sorting order for Moz algoritm. Burada baxa bilərsiniz. Məntiqi Hilbert curve deyilən bir şey var, o ilə bağlıdır. Kifayət qədər amma mürəkkəbdir, yəni çox başa düşməyə bilərsiniz necə işlədiyini. Amma bəzən məsələn hansısa bir məsələdə, yəni onlayn yarışlarda falan tutaq ki, Mo yazmısınız, keçmir. Sort metodunuzu götürüb bu ilə dəyişib daha biraz sürətləndirə bilərsiniz. Burada müqayisələri verib benchmarklar, yəni necə eləyəndə hansı ölçülü inputlarda time limit nə qədər verir praktikada və s. Ona baxa bilərsiniz. Maraqlıdır. Okey. Mo ilə bağlı bu qədər. Bu məsələdəki Mo ilə həll olunan sadə bir məsələdir. Ona görə bunu keçirəm. Növbəti məsələyə baxsaq, C. Bu da əslində əvvəlki dərslərdə elədiyimiz məsələlərdən biridir, amma burada salmışam ki, square root trick nə eləyəsiniz. Bunu da yenə Mo ilə eləyə bilərsiniz. The query nə idi? Distinct query idi. Deyəsən, aralıqdakı distinct ədədlərin sayını saymaq. Çox sadədir. Elə count sıfırdan böyük olanları hər dəfə saxlamalısınız ümumi dəyişəndə. Onların sayı olur cavab. Nəsə sual varsa verə bilərsiniz. Bura qədər. Növbəti məsələ D məsələsi. D məsələsini yazmışdınız ki, hamımız segment 3-ni eləmişik. Kim square root izah edə bilərikmi? Hamı burada 7 nəfər hamı segment 3-ni əldə eləyib D-ni. Yox. Yazmamısan. Bildim yazanları deyirəm. Hamı segment 3 eləyib. Kompleks düz nədir? Segment 3. En log n. Vur 26 var. Log kvadrat kimi bir şeydir. Okey. Yaxşı, gəlin baxaq. Bu məsələdə biraz maraqlıdır square root trick, amma çox çətin deyil. Səhər gələndə kodunu yazdırdım, amma bug var idi kodumda. Sonradan dərsdən sonra istəsəz o koda da baxarıq, tamamlayarıq bug'ı falan. Deməli, məsələdədir ki, bizə bir dənə string verilib. Və stringdə iki tip query var. Daha doğrusu bir dənə update var, bir dənə query var. Update şeydir. Hansısa LR range'i verir və bir dənə C hərfi verir. Deyir ki, bu LR range'dəki bütün hərfləri C hərfi ilə əvəz eləyin.
İkinci tip ise query'dir. 1KZ o deməkdir ki, C hərfinin bu stringdə rast gəldiyi kanıncı position haradır? O position'ı çıxardın indeks. Əgər yoxdursa da -1 çıxardın. Yəni K dənə ümumiyyətcə bu hərfdən yoxdursa -1 çıxartmaq lazımdır. Okey, məsələn burada example-da nə görə bilirik? Elə heç bir update eləmədən query verir ki, e, Z hərfinin 3-cü rast gəldiyi position tapın. Burada görə bilər ki, 3-cü Z burada 4-cü indeksdə rast gəlinir. Birdən indeksləyib. Sonra bir də update eləyir 2-4 aralığını A ilə. Burada bunlar hamısı A olur. Daha sonra təzədən eyni query soruşur. -1-dir çünki ümumiyyətcə Z yoxdur. Ona görə 3-cü Z də yoxdur. Constraintlər 100 min 100 mindir. Time limiti 1 saniyədir. Belə bir şey eləyə bilərsiniz. Əslində bəlkə düşünmüş ola bilərsiniz. 26 vur Q vur kökən həll düşünmüş ola bilərsiniz. Bəlkə bu sadədir biraz. Amma 26 vur Q vur kökən həll böyük ehtimal keçməyəcək. 26-nı amma itirmək olur C-dən. Q vur kökən eləyə bilərsiniz həlli. Deməli, belə eləyirik. Bloklara bölək verilmiş stringi. D ölçülü bloklara böldük deyək. İndi nə edəcəyik? Hər blokun içində bir dənə count array saxlayasıq 26 ölçülü. Yəni o da hər hərfin həmin blokun içində neçə dənə olduğunu sayacaq bizim üçün. Elə bir ki, 2 ölçülü count array'imiz var. Count n böl d-nin olacaq, n böl d-nin 26-ya. Nəyə görə n böl d-nin? Çünki bir blokun ölçüsü d-dirsə, n böl d dənə blokumuz olacaq bizim. Hər blokda da hər hərfdən neçə dənə var, onu saymaq üçün bir dənə belə 2 ölçülü count array götürəsiyik. İndi saymışıq bu şəkildə. Ümumiyyətcə update olmasa çox sadədir, elədir. Ümumiyyətcə update olmasa indi blok texnikası ilə necə həll eləyərdik? Deyib ki, kanıncı C hərfinin hara düşdüyünə baxmaq üçün bu blokun içində baxasıq neçə dənə C var. Onu bir dənə count array-nə baxmaqla bilə bilirik. Əgər ki, buradakı C hərflərinin sayı bizə lazım olandan azdırsa, demək ki, bura düşmür bizim kanıncı. Onda o sayı çıxıb gəlib ikinci blokun içində baxasıq. Əgər ki, o sayda azdırsa, onda bu bloka da düşmür. Bunu da çıxıb, gəlib növbəti blokun içində baxasıq və s. Bu ideyanı başa düşürük. İndi update olanda bunu necə handle eləyə bilərik? Range update gəlir bizdə. Point update olsaydı necə handle eləyə biləcəyimizi bilirik. Point update olsa çox sadədir. Çünki point update bir dənə blokun içinə düşür hansısa. O bloku prosto bir qrup təzədən elə bir ki, hesablayasıydıq. Təzədən hesablayandan sonra eyni bu həlli tətbiq edirik. Da həmən bloku bir dənə update edirsə, o birə hətta da update edirsə, yəni kökə də yox. Bir dənə oradakı hərfi dəyişdirdiniz, bir dənə şeyin countu dəyişir, azalır, biri artır. Və ya eyni hərf qalıbsa dəyişmir. Amma blok olanda belə olmur. Blok range olanda belə olmur. Range olanda nə edirik? Biz bu range-ə baxsaq, update-də verdiyimizə range-ə, bu range-in içinə tam sığan bloklar var. Bir də yarımçıq sığan bloklar olacaq, elədir. Həmişə hansısa bir range verəndə bizə square root trickdə, yəni bloklara böləndə tam sığan bloklar olur içinə, bir də yarımçıq. Yarımçıq sığan bloklar ən çox 2 dənə ola bilir, elədir. Ən solda qalan hissə, bir də ən sağda qalan hissə. Ortadakılar tam sığan bloklardır. İndi biz tam sığan bloklar üçün bir cür update eləməliyik. Yarım sığan bloklar üçün bir cür. Bayaq dediyim 26 vur n Q kökən olan həll, Q kökən və ya n kökən, bu hissəsini dəqiq bilmirəm, amma Q ilə n eynidir deyə çox fərq eləməyəcək. Bu həll necə bir həll olacaq? Belə edə bilərsiniz. Bu blokun içində, prosto yarımçıq sığan bu blokun içində manual update edin, yəni bu hərfləri dəyişdirin və bu bloku təzədən gəzib countlarını hesablayın və yaxud bu hissədəki countları update edin. Bir də bu blokda onu eləyin, bu yarımçıq sığan blokda. Bu toplam kompleksi OD olacaq. Çünki 2 dənə blok var belə və blokun ölçüsü D-dir. Tam sığan bloklardaysa biz əslində hər şeyin countu sıfırlanır. Bir dənə bu C hərfinin countu blokların ölçüsünə bərabər olur da, elədir. Siz hər şeyin countunu sıfırlayıb bu blokların içində həmən hərfin countunu blokun sayısına bərabər eləyə bilərsiniz. Prosta bunun countunu sıfırlamaq üçün 26 dənə şeyi sıfırlamalısınız, elədir. Bunun da countunu sıfırlamaq üçün 26 dənə şey sıfırlamalısınız. Belə blokların sayı özü nə qədər ola bilər? N böl D dənə ola bilər. Belə tam sığan blokların sayı. Və siz N böl D dənə blokun hamısında count öncə sıfırlamalısınız.
26 dənə şey. Ona görə vur 26 burada gəlir bir də. Prosta bu vur 26-nı da itirə bilərik. Necə? Belə bir şey istifadə edə bilərsiniz. Hər blok üçün şey saxlayın. Bu blok full eyni hərfdən mi ibarətdir yoxsa yox? Bir dənə belə bir informasiya saxlayın və full eyni hərfdən ibarətsə hansı hərfdən ibarət olduğu haqqında informasiya saxlayın. Belə bir şey saxlaya bilərik. Letter hər blok üçün n bölüdə ölçülü bir şey və bu initially -1 olsun bütün bloklar üçün. Yəni -1 o deməkdir ki, hər hansı bir hərfdən ibarət deyil, yəni qarışıq hərflər ola bilər. Amma hansısa bir blok update-də tam sığırsa, update'in içinə, o zaman hal-hazırda update elədiyimiz hərf nədirsə, C hərfidirsə, o blok üçün biz bütün countları götürüb update eləməyəsik. Prosto bir dənə həmən blokun letterında o hərfi saxlayasaq ki, bura full həmən hərfdən ibarətdir. Yəni countları sıfırlamaqdan qurtulduq burada. Countlar o köhnə countlar qalsın. İndi gələn səfər query'yə cavab verəndə bundan necə istifadə edəcəyik? Deyək ki, bir KC gəldi. Yəni C hərfindən C hərfin kanıncı rast gəldiyi yer hardadır? İndi biz yenə başdan başlayasıyıq. Birinci bloka baxasıyıq. Əgər blokun letteri -1-dirsə, bu deməkdir ki, ora qarışıq hərflərdən ibarətdir. Yəni hər hansı bir hərf ora assign eləməmişim. Bu blok üçün prosto count ərrəyinə müraciət edəcəyik. Yəni çünki count ərrəyində düzgün cavabımız saxlanıb. C hərfinin orada neçə dənə count olduğuna baxasıyıq və əgər bura kifayət edirsə bu blokun içində axtarıb tapasıyıq, deyilsə bu blokdakıların sayını bir dəfəlik çıxıb növbəti bloka gedəcəyik. İndi deyək ki, hansısa blokda -1-dən fərqlidir letter. Onda demək ki, həmən blok full bir hərfdən ibarətdir. O hərf əgər bizim bu C hərfinə bərabərdirsə, okey, onda demək o blokun full hamısı bizə lazım olan hərfdəndir. Onda o blokun içindəki count blokun ölçüsünə bərabərdir. Blokun ölçüsü D ola bilər və ya axıra düşən blokda biraz balaca ola bilər sayısı. Ona diqqət etmək lazımdır implementation'da. Yox, əgər bizim axtardığımız hərfdən deyilsə, o blokun hərfi, demək ümumiyyətcə o blokda bizim hərfdən yoxdur, sıfır dəyər. Bu şəkildə count'unu müəyyən edə bilərsiniz o blokun içində. Yenə də count'u əgər kifayət eləyirsə bizim saya, demək bu blokun içində cavab hara düşdüyünü tapa bilərik. Yox, kifayət eləmirsə oradakı sayı çıxıb növbəti bloka gedə bilərik. Belə elədiyimiz zaman hər blokun içində, əgər o blokun içində deyilsə cavab, o blokun ölçüsünü o birə çıxırıq. Yox, o blokun içindədirsə cavab, eyni hərfdən ibarət olan blok olanda yenə o birə tapa bilirik orada hara düşdüyünü. Amma fərqli hərflərdən ibarət blok olanda bir-bir bu blokun içini gəzib buradakı kanıncı, yəni update olunmuş K dəyərinə görə deyirəm, kanıncı C hərfinin harada olduğunu tapa bilərik. Yəni bloku da gəzmək o dedir. Bütün ideyalarda görə bilərsiniz ki, elədiyimiz şeylər nədir? Update'lərdə iki dənə bloku gəzib manual update edirik. Bunun kompleksliyi OD-dir və sonra n bölüdə dənə blokda da, tam sığan bloklarda da yenə hər bir bloku o birə update edirik. Prosto hər letterına nəsə assign edirik. Bir də update'in kompleksi D plus n bölü D olur. Bir dənə query'nin kompleksisi də hər blokun içindəki saya baxırıq. Əgər ki, letterına baxırıq. Əgər letterlə eyni letterdirsə ona görə handle edirik. Yox, eyni letter deyilsə count'a görə handle edirik. Hər blokun içində əgər bloku atlanasıyıqsa o bir nəsə edirik. Yox, bloku atlanmayasıyıqsa o D nəsə edirik. O da axırıncı blokda olur. Dolayısıyla n bölü D dənə blok atlana bilərik ən çox. Atlanmamalı olduğumuz bloka çatanda da o bloku full gəzməliyik. Burada da kompleksli n bölü D plus D'dir. Buradan da görünür ki, həm query üçün, həm update üçün kompleksin yaxşı olmaq üçün D-ni kökən seçsək, bu bizə o kökən, bu da o kökən verər. Ümumi kompleksliyimiz Q kökən olar. Hansı bir blok? Aha. Yarımçıq gəldisə, okey. Baxırsan ki, oranın yarımçıq gələn 2 dənə olurdu. Onları manual update edirsən. Baxırsan, bura letter assign olunubsa, onda birinci buranı full həmən letterlə əvəzləyirsən. Demək, əvvəl lazy-dir. Ki, bu lazy kimi bir şeydir, letter saxlamaq. Full əvvəlki hərflə əvəzləyirsən bu bloku. Sonra da təzə update olunan hissəsini təzə hərflə əvəzləyirsən və bir qrup təzədən countları update edirsən orada. Yəni, bu blokun 26 dənə countunu sıfırlayırsan, bir də bu blokun 26 dənə countunu sıfırlayırsan. 2 dənə blokda bunu eləmək okeydir. Amma bir də var, n bölü D dənə blokda 26 dənə sıfırlama o pis idi. Bunu eləyə bilərsiniz. Okey, başqa hansı məsələyə baxaq? Y məsələsi görək nədir? Give away. Bunu neçə nəfər yazıb? Equal to C. Number of elements with indices in AB greater than or equal to C. Okay.
Bu məsələdə nə deyir? Gəlin Y-yə baxaq. Bizə bir dənə array verilib, deyir n elementdən ibarət və 2 dənə query verilir. Querylər iki tipdir yenə. Zero ABC deməkdir ki, AB aralığında C-dən böyük bərabər neçə element var, bunu tapmalıyıq. 1AB də odur ki, update'dir. A'nıncı elementi B ilə B-yə dəyişirik. Okey. Constraintlər nədir? N5 wants to 5'dir, cube wants to 5'dir. Burada məsələn n cube 5 dəfə fərq eləyir, cube balacadır. X-i 19'dur, 1 saniyə. Maraqlı. Burada belə bir ideya var. Əslində kökün yanında logda var kompleksdə, amma yaxşı logdur və block size elə seçə bilərsiniz ki, o log kökün altına girsin. Kim yazıb bu məsələni? Giveaway Y məsələsi. Okey. Yenə baxaq, bəlkə girişib yazmayanlar var. Məsələdə deməli belə bir şey eləyə bilərsiniz. Siz hər blok üçün yenə D ölçülü bloklar saxlayaq. Hər blokda hərflər, ədədləri sorted saxlasaq hər blokun içində. Məsələn, deyək ki, belə bir şey eləmişik. Bizim full array'dir və bunu yenə bölmüşük D ölçülü bloklara və hər blokun içində sorted saxlamışıq ədədləri. Yəni array'dəki buradakı ədədləri sort eləmişik, bu hissəni sort eləmişik, belə D-li blokları sort eləmişik, bir də axırıncı blok balaca ola bilər. Bu hamısı sort eləmişik. İndi update hələ ki yoxdursa, məsələn, necə eləyərik məsələni həll? Tutaq ki, hər hansı aralıqda C-dən böyük bərabər neçədən olduğunu tapmaq üçün o aralıq, məsələn, buradan bura ola bilər, deyək ki. Yenə də eyni şey var. Eyni şeydir. 2 dənə yarımçıq sığan blok ola bilər bu aralığın içinə, bir də tam sığan bloklar var. Yarımçıq sığan blokları prosto iterasiya edib bir-bir elementlərini müqayisə edəcəyik. Bizdən soruşduğu ədədlə querydə C-dən. C-dən böyük bərabərsə sayasıyıq bu blokda da. Tam sığan bloklarda nə edə bilərik? Tam sığan bloklarda ədədləri sorted saxlamışıq. Sorted ədədlərin siyahısında bir ədəddən böyük bərabər neçə ədəd olduğunu binary search-dən tapa bilirik elədir. Lower bound-dan istifadə eləsək. Yəni bu blokun içində lower bound eləyəcəyik, bu blokun içində lower bound eləyəcəyik. Bu tam sığan bloklarda binary search eləyəcəyik. Lower bound-dan tapasıyıq neçə dənə böyük ədəd var C-dən, böyük bərabər. Yarımçıq blokları isə gəzib tapa bilərik. Belə olanda complexity nə olur query-nin? 2 dənə yarımçıq blok var. O bloklara görə o D-dir. Amma tam sığan blokların sayı nə qədər ola bilər? N böl D dənə blok ola bilər tam sığan. Və bu blokların hər birində biz nə qədər operation eləyirik? Sizcə? Log D dənə, elədir. Çünki hər blokda, hansı ki blokun ölçüsü D-dir, binary search edirik. Binary search-ün də kompleksi log of blokun ölçüsündə, yəni hansı array'də binary search edirsən, bu hissədə elədiyimizə görə. N böl D vur log D-dir. Okey, demək query'nin kompleksi belə oldu. Update query yenə bu şəkildə gedəcək. Prosto update eləməliyik ki, update eləyəndə hansısa bir elementi yenə bu property gözlənsin. Yəni hər bir D ölçülü blok sorted qalsın. Biz də bir dənə position update eləyirik. Həmən bir dənə position hansısa bir blokun içinə düşür, elədir. O blokda əslində bunu biraz pistə eləyə bilərsiniz. O blokda o bir dənə elementi əvəz eləyib təzədən o blokun sort eləyə bilərsiniz. Və yaxud belə eləsəz, onda kompleksi D log D olar. Çünki sort eləmək D-li bir şey, D log D-dir. Amma OD-yə də eləyə bilərsiniz. OD-yə necə eləyə bilərik? Sırf həmən bloka fokuslansaq, hansı ki, deyək ki, biz bu blokun içinə düşən, biz bu bloku sorted saxlamışıq da, ininci elementi əvəz eləmək istəyirik. İnin əvvəlki qiyməti A-idir, elədir. İndi onu B ilə əvəz eləmək istəyirik. Ya da X ilə əvəz eləmək istəyirik. A-nin bu sorted sırada hara düşdüyünü tapa bilərik. Bura düşür, tutaq ki. Tapdıq hara düşdüyünü. Bunu log D-yə tapa bilərik binary search-dən. İndi biz nə etməliyik? Əslində bu ədədi elə bir ki, çıxartmalıyıq bu sorted siyahıdan. Və bir də bu təzədən sorted qalacaq da bu siyahı, bu ədədi buradan çıxardıb bunları bir dənə geridə qalan ədədləri bir dənə sola sürüşdürsək.
Sonra da x-i insert eləməliyik. X-in də hara düşəcəyini yenə tapa bilərik. Deyək ki, x ola bilər, əgər əvvəlki ədəddən balaca isə daha əvvəldə bir yerə düşməli ola bilər və ya daha sonra da bir yerə düşməli ola bilər. Onun düşdüyü yeri də tapıb o elementdən sonraki hər şeyi bir dənə sürüşdürüb orada bir dənə boş yer yaradır, bunu ora sala bilərik. Yəni əslində eğer ki sorted array'de siz bunu sayı artı bir blok. yok bir dənə azaldı, bir dənə artırırıq da, yenə D qalır da zaten. Hello blokta bir Bir də elementi dəyişdirirsən, o elementin köhnə qiymətini silib təzə qiymətini artırırsan. Yəni bir element dəyişəndə qiyməti dəyişir, say dəyişmir ki. Prosto biz update edəndə bir dənə şey silib təzədən bir dənə şey əlavə edirik də, update'imiz OD'ye olsun deyə. Bunda hazır funksiyalardan istifadə edib eləyə bilərsiniz. Bunlar vektorlar kimi saxlamış olsanız, yəni n bölüdə dənə vektor saxlamışıq, hər blok üçün sorted. Siz burada i-nin yerini tapıb onu erase eləyə bilərsiniz vektordan. Erase eləmək o-n'ə işləyir. Çünki elə şeylə implement olunub. Həmən elementi götürür, çıxardır, sürüşdürür, sonra hər şey bir dənə sola. Sonra da x-in düşməli olduğu yeri nə ilə tapa bilərsiniz yenə? Yenə lower bound və ya upper bound-dan tapa bilərsiniz. Lower bound-dan tapa bilərsiniz. O yerə də insert eləyəcəksiniz vektorda. Insert də yenə vektorda o-n'ə işləyir. Çünki hər şeyi, o insert elədiyi yerdən sonraki hər şeyi bir dənə sağa sürüşdürür. Bu şəkildə o block size-a həll edə bilərsiniz update hissəsini OD-yə. Dolayısıyla update'imiz OD-yə oldu. Query'miz belə oldu. Query'miz biraz daha pisdir, elədir. Biz indi query'nin zeyni optimallaşdırmağa çalışmalıyıq. Query'ni optimallaşdırmaq üçün dedik, yenə burada iki dənə toplanan şey var. Bu ikisi bir-birinə bərabər olan halda yaxşı kompleks əldə edə bilərik. D bölü n bölü D log D. Yəni siz əslində D-ni kökən seçsəz, burada chain kompleksi n log kökəni olacaq. Düzdür, bu da pis deyil, keçə bilər, amma biraz daha yaxşı eləmək olar bu halda. Burada da ki, belə bir şey yaranır. Biraz çətindir buradan ifadə kimi çıxartmaq D üçün nəsə. Çünki elə bir D kvadrat n log D olur. Yəni buradan da yazsaq D kvadrat bölü log D n olur. Buradan D-ni çıxartmaq bu bərabərlikdən çətindir, yəni ifadə olaraq. Amma yəni təqribi görə bilərsiniz ki, kökəndən daha kiçik seçmək yaxşıdır. Nəyə görə? Çünki kökən burada məxrəcdə log D də var, elədir? Yoxsa kökəndən daha böyük seçmək. Bir dəqiqə. Kökəndən daha böyük seçmək yaxşıdır. Çünki kökəndən daha böyük seçsək, kökən seçsək bunu dəqiq D-ni. Bu tərəf balaca edir. Çünki kökənin kvadratı n-dir, bölünsün nəsə var. Amma kökəndən biraz böyük seçəndə bu bərabərləşə bilər yenə. Çünki sürət daha sürətli artır, məxrəc daha yavaş. Dolayısıyla biraz kökəndən daha böyük seçmək yaxşı ola bilər. Məsələn, 2 kökən falan seçə bilərsiniz. Bunu da yenə praktiki yazıb yoxlaya bilərsiniz ki, blok size-ı nə seçmək yaxşıdır. Kim bu cür yazmışdı? Hamı belə yazıb. Kim başa düşdü həlli? Nəsə sual varsa verə bilərsiniz. Implementation'a baxmaq istəyən olsa deyə bilər. Kiminsə implementation'ı göstərə bilərəm. Okay, yoxsa o zaman gəlin bir növbəti məsələyə də baxaq. F. Neçə nəfər yazıb? Az yazmışsınız. Okay. F. Ne deyir bu məsələ? You are given sequence A of n integers. You are also given integer k and m queries. Each query consists of two integers L and R. For each query output number of pairs ij such that ijr və absolute of aj bölü kadar. Yenə array verilir bizə, range querylər verilir. Range querydə isə bizdən nə istəyir? Həmən aralıqda bütün ikiliklərin sayı, hansı ki o ikiliklər arasındakı fərq k-dan böyük bərabərdir. K amma hər querydə verilmir. K stabil bir də ədəddir. Dolayısıyla əslində hər querydə də verilsə də yenə eləmək olar deyən ki. Amma görə nə edə bilərik? Burada constraintlər bir xeyli kiçikdir, 50.000 50.000-dir nm. Ona görə bunun bir dənə sadə həlli gəlir ağlıma, o ilə eləyə bilərik. Amma ola bilər kompleksisi daha yaxşı olan həlli də olsun, yəni square root triklə. İndi ağlıma gələn həlli nədir? Yəni ekstra log olan həldir və necə bir şey eləyəsik?
E, mo kimi eləyə bilərik. Mo kimi. Queryləri mo kimi sort elədiniz. İndi add və delete'ləri necə eləyə bilərik? Yəni deyək ki, bir dənə add eləmək lazımdır element. Bizim müəyyən qədər elementimiz var bu çoxluğun içində və biz bir dənə element add eləyirik. Bir element add elədiyimiz zaman neçə dənə absolute fərqi k-dan böyük bərabər olan pair artır, onu hesablaya bilməliyik. Absolute fərqi k-dan böyük bərabər olan pairləri hesablaya bilmək üçün bizim ədədlər burada özləri də 100 minə qədərdir, kiçikdir. Bu da bizə kömək edir. Ədədlərin özünü indeks kimi istifadə eləsək, şey eləyə bilərik. Məsələn, fanfictiri istifadə eləyə bilərsiniz. Nə üçün? Tutaq ki, bir dənə x ədədi artırırıq biz. Burada da əvvəl neçə dənəsi ədəd var idi. Burada x ədədi ilə fərqi k-dan böyük bərabər olan hansı ədədlər ola bilər? X çıx k-dan kiçik bərabər olan ədədlər, hansı ki, onları x-dən çıxanda k-dan böyük bərabər ədəd verir. Bir də x üstə gəl k-dan böyük bərabər olan ədədlər. Yəni, elə bil ki, x-dən k dənə aşağı və k dənə yuxarı ən azı olan ədədlərin fərqi k-dan böyük bərabər verəcək. Dolayısıyla bizə lazımdır bu çoxluqda hal-hazırda x çıx k-dan kiçik bərabər neçə ədəd var və x plus k-dan böyük bərabər neçə ədəd var, bunu tapmaq. Bu sayda biz əgər fanfictiri-də hər bir ədədi position kimi istifadə eləyib countlarını saxlasaq, yəni fanfictiri-də bir dənə ədəd bu setə əlavə eləyəndə, məsələn, x-i əlavə eləyəndə fanfictiri-də x-inci pozisiyona plus 1 əlavə eləyəcək. Yəni, deyirik ki, x ədədindən bir dənə artırdıq. Elə ki, count array lazımdır bizə. Prosto count array-ində biz effektiv hansısa range-də ki, ədədlərdən neçə dənə var tapa bilmirik. Ona görə bir data structure istifadə eləməliyik. Fanfic və ya segment, hansı ki, fanfic daha sürətli olar. Fanfic istifadə eləmək yaxşıdır. Fanfic-də biz count x plus bərabər 1 eləyirik. Yəni, bu update eləyirik. Daha sonra x gələndə setə neçə dənə yaxşı pair yarandığını saymaq üçün x çıx k-dan kiçik bərabər olan ədədləri saymalıyıq. Yəni 1 x çıx k range'ində. Əgər bu x çıx k sıfırdan kiçik bərabər verirsə, belə bir range'ə baxmaq lazım deyil. Çünki bu range'də heç nə olmayacaq. Və bir də x plus k-dan max ədədə qədər olan range'də. Max ədəd də bizdə burada 100 min ola bilər. Burada 2 dənə query eləyib tapa bilərik ki, neçə dənə bu şərti ödəyən pair artdı. Və daha sonra x-in özünü fanficdə update eləyə bilərik. Silmədə də oxşar şey eləyəcəksiniz. Silmədə hər hansı bir ədədi siləndə o ədəd neçə dənə ədədlə bu cür pair əmələ gətirir. Onu yenə bu aralıqlara baxmaqla saya bilərsiniz. Bu səfər o sayıları cavabdan çıxmalısınız. Bir də x-i özünü silirik deyə x-i də fanficdən silmək lazımdır. Yəni fanficə -1 əlavə eləyəcək x positionuna. Bu cür həll yazdığımız zaman nə baş verir? Bizim normalda kompleksimiz moda m kökən idi də, elədir. Və ya bəzən bunu n kökən də eləmək olur. Baxır, block size-ı necə seçmişsiniz. Yəni, m kökən dənə add delete olurdu bizdə. Əgər ki, add delete'lərin hər birini o biri eləsək, m kökən olurdu kompleksdə. Amma biz burada add delete'lərin hər birini kökənə eləmirik. Hər birini nə eləyirik? Log max-a eləyirik. Hansı ki, max AI deyək də, max AI-a eləyirik. Max AI də 100 mindir. Bu constraintlər üçün okeydir. Nəyə görə? Çünki n, m 50 mindir. Buradakı log da fanfictiri-dən gələn logdur. Kifayət qədər yaxşı logdur. Yəni, konstant faktoru balaca olan logdur. Ona görə bu həll keçəcək. Amma ola bilər ki, bu məsələdə logu necəsə itirmək olsun. Dəqiq bilmirəm, amma onun haqqda düşünməmişəm. Oraya danışaram ondan. Burada nə ola bilər bir dənə trik? Baxın, bizim tapmaq istədiyimiz şeylər, həmişə range query elədiyimiz şeylər ya prefixdir, ya suffixdir. Yəni, hansısa birdən, yəni başlanğıcdan hansısa bir yerə qədər, bir də bir yerdən sona qədər. Ona görə ola bilər nəsə trik tətbiq eləmək fanficin əvəzinə. Amma dəqiq bilmirəm. Yəni, onun üstündə düşünə bilərsiniz istəsəz. Yəni, bu ipucu olaraq əsas məsələ budur ki, prefixdə və suffixdə nəsə hesablamaq istəyirsiniz hər dəfə. Əgər update olsaydı, update olan məsələlərdə standart mo işləmir. Çünki mo'nun məntiqi odur ki, array sabit qalsın.
Amma update olan məsələlərdə Mo tətbiq eləmək olur. Onun adı Mo online Mo deyirlər və yaxud Mo with update. Kifayət qədər çətindir və orada biraz queryləri başqa cür yəni Mo-nu biraz başqa cür tətbiq edirlər. Tam detallarını özüm də dəqiq xatırlamıram, amma kompleksdə də belə bir şeylər alınır. Tutaq ki, 2 dənə query varsa, Q n üstü 3-2 falan alınır. Yəni kökən deyil, n üstü 2-1 deyil, n üstü 3-2'dir. Biraz daha pistir. Amma eləmək olur update ilə olan məsələlərdə. Amma sırf bu məsələnin update ilə olan versiyasına tətbiq eləmək olar mı bilmirəm. Dolayısıyla hal-hazırda yəni necə eləyə bilərik update ilə olan versiyanı onu izah eləyə bilməyəcəm. Amma böyük ehtimal şeylə həll eləmək olur. Mo with update texnikası var, onunla həll eləmək olur. Kimsə istəsə haqqında oxuya bilər. Anladım. Mo with updates axtarsaz böyük ehtimal gələcək blog. Mo with updates. Mo algorithm with update and without update. Mo with update. Q en üst 3'te falan meseleler var burada kompleksdə. Bununla bağlı başqa bloglarda ola bilər. İndi axtardım, bir dənə bunu tapdı, amma başqa bloglar da ola bilər. Bu da haqqında bir neçə blog yazılmış mövzudur. Okey. Başqa nəyə baxaq? Okey, gəlin başqa bir-iki dediyimiz məsələyə baxaq. Qalanlarına da gəlin dərs baxarıq. Burada əslində H məsələsi keçən dərslərində bir də I-yə yaxşı baxaq. Vaxtımız qalsa bir də H-a baxarıq. Amma ya da M-ə baxarıq. M-ə girişib eləməyənlər var. 41 dənə həll kim göndərsin? Aha. Nəyə baxaq? Hə, bunu bayaq oxuyordum. Dominant array. K-dominant array. Bu məsələdə nə deyir? Məsələdə deyir ki, Mahmudun məsələsidir. N dənə elementdən ibarət array verilib, 2 dənə query verilib. Querylər nədən ibarətdir? LR range'ində K dominant olan ədəd varmı, yoxsa yoxdurmu onu tapmaq. Yes, no-dur yəni. K dominant da nəyə deyir? Əgər ki, elə bir ədəd varsa ki, o range'də o ədədin sayı, o range'dəki sayı vurulsun K range'in ölçüsündən böyük bərabərdir. Yəni ən azı K-da biri, yəni range'in ən azı K-da biri o ədədlərdən ibarətdir və yaxud belə desək. Onda həmən ədəd dominant ədəd sayılır. İndi siz tapmalısınız ki, hər query'də range'də K dominant ədəd var ya yox. Bu məsələdə K ilə bağlı bir constraint verib burada. Bunun nə önəmi var bilmirəm. Məncə bu constraint sizdə həll eləmək olur məsələni. Amma bu constraint-lə başqa cür həlləri də ola bilər məsələnin. Time limit 2 saniyədir və NQ 200 mindir. Məncə bura pure mo tətbiq eləmək olar, yəni Q kökən olan. Nə edə bilərsiniz? Keçən dərs əslində danışdığım bir şeylər var idi, ondan istifadə edib eləyə bilərsiniz məncə. Count'u və count'ların count'unu saxlamaqla. Okey. Standart mo kimi sort elədik. Və nə edirik? Ədədlərin count'unu saxlayırıq. İndi bir dənə ədəd add eləyəndə nə baş verə bilər? Ədədlərin count'unu saxlayacağıq. Bir də max count'u keep track eləməyə çalışırıq da. Keçən dərs bununla bağlı bir şey danışmışdıq və max count'u keep track eləmək biraz çətin idi. Onun üçün multiset saxlamaq lazım orada. Mesela multiset saxlasaz log faktoru gəlirdi. Hə, log kompleksi vur log gəlir, amma onu itirmək üçün dedik ki, count'ların count'unu saxlamaq olar. Yəni ki, frekvensilərini. Keçən dərs əslində ora gəlib çıxmışdıq. Prosta max count'u verən ədədin özünü tapmaq biraz çətin idi, amma max count'un nə olduğunu keep track eləyə bilirdik. Bu məsələdə ədədin özü lazım deyil, zaten max count lazımdır. Dolayısıyla keçən dəfə izah etdiyim həll işləyəcək burada. Yəni buna da count desəm, count. Count bizə hər ədəddən neçədən olduğunu göstərəcək. Count'da hər count'dan neçədən olduğunu göstərəcək. Onda indi bir də ədəd add eləyəndə nə baş verəcək? Add eləmək asandır. Add eləyəndə x ədədini tutaq ki, biz moda prosta count x-i 1 byte artırmalıyıq, elədir. Count x-i 1 byte artıranda artırmazdan əvvəl nə baş verir? X-in count'u əvvəl count x qədər idi. İndi bir dənə artıq olur. Onda count x qədər olan ədədlərin sayı, count'ların sayı bir dənə azalır, elədir. Öncə biz bunu eləməzdən əvvəl, öncə count x-i bir dənə azaltmalıyıq. Yəni bunu alt-alta belə yazım da.
Okay, öncə belə eləməliyik. Count x minus minus. Sonra count x'in özünü bir dənə artırmalıyıq. Çünki x'in countu bir dənə artdı və bu təzə yaranan countunu bir dənə artırmalıyıq. Çünki o countdan bir dənə daha artıq var bizdə. Count x plus plus. Və e, bizdə də max count'u keep track eləmək lazımdır, elədir. İndi bir dənə də max count deyə dəyişənimiz var. Max count. Əgər ki hal-hazırda təzə hansı count dəyişib, təzə count x-i artırandan sonra yaranan ədədin countu dəyişir. Yəni belə bir daha doğrusu bu ədədin countu artıb. Əgər ki bu count təzə yaranan count max countdan daha böyüksə max count'u update edəcəyik. Burası sadədir. Yəni max count bərabərdir maksimum of indiyə kimi olan max count və count x. Okay, add belədir. Delete biraz çətin ola bilər, amma delete'də də nə edirsiniz? Delete x eləyəndə bu səfər yenə nə edirik? Count x-i bir dənə azaldırıq. Count x-i bir dənə azaldırıq. Nəyə görə? Çünki count x dəyişəcək, indi bir dənə azalacaq. Əvvəlki olduğu count x-dən bir dənə az var. Aha, əgər ki count x azalanda 10 count'u sıfıra düşdüsə və max onun count'una bərabər idisə, o zaman max 1 byte kiçiləcək. Count x sıfıra düşdüsə, bu nə deməkdir? Demək ki, bu x ədədinin yəni count x-dəki hansısa bir ədəddən 5 dənə olduğu deməkdir. Belə bir dənə ədəd var idi ki, ondan 5 dənədir. Başqa ikinci 5 dənə olan yox idi. Ona görə indi bir dənə x-in countunu azaldanda count x, yəni 5-in də countu azaldı countda. O da sıfıra düşdü. Və şərt qoyasıyıq ki, əgər ki max countda həmən bu x-in countuna bərabər idisə, onda bu halda max count azalacaq. Qalan hallarda max count elə əvvəlki max count qalacaq. Niyə bu halda azalır? Çünki belə düşünün. Yəni count array-ni belə düşünsək, nədənsə 1 dənə var, nədənsə 3 dənə var, bir dənə də nədənsə 3 dənə var, nədənsə də 5 dənə var. Belə bir count array-imiz varsa, max count-da bizdə 5 saxlanılıb, belədir. Və countlarda nə saxlanılıb? 1-in countu 1 dənədir, 3-ün countu 2 dənədir, 5-in countu 1 dənədir. İndi biz 5-in countunu azaltdıq burada, sıfıra düşdü. Yəni bu demək ki, daha 5-dən yoxdur. Və max count da 5 idisə, demək daha 5-dən yoxdursa, max count nəyə düşəcək? 5-in özü 4-ə düşüb də. Demək 4-ə düşəcək, 1 byte düşəcək. Amma 5-dən bir dənə də olsaydı, max count 5-dirsə, bu indiki 5-lərdən biri 1 byte düşsə də başqa bir dənə 5 olduğu üçün yenə də max count qalacaq əvvəlki yerində, ona görə dəyişməz. Bir dənə bu halda max count'u minus eləyirik. Minus max count. Qalan hissəsi standart yuxarıdakı kimidir. Bu count'unu azaltdıq, sonra count x-in özünü update edirik. Count x minus. Sonra update olmuş count x-in count'unu update edirik. Count x plus edirik. Böyle nəsə unutduğumu, məncə yox, belə olmalı. Okay. Belə eləyəndə add və delete o biri elədiyiniz üçün pure Q kökən həlli alırsınız. Kim başa düşdü bu həlli? Nəsə sual var mı? Ben bunu yaptım. O nasıl? Yani count yapmış. Ben de. Maplə saxlamışdın. Maplə saxlayanda da wrong verməməlidir. Başqa səbəbdən olub məncə. Desən Osman belə yazıb, hə? Sən belə yazmışsan. Hə, ədədlər, hə, ona görə mapdə saxlamısan. Hə, ədədlər 32 bitdir, amma bizə onsuz da frequency-ləri lazımdır deyə ədədlərin önəmli deyil neçə olduqları. Kompress eləmək lazımdır bir də başda düz. Yoxsa map istifadə eləmək olsunuz. Map eləsəz time limit verə bilər.
Okey. Bir dənə də gəlin age məsələsinə baxaq. O da keçən dərsdən bir məsələdir. Demişdim ki, burası alacağım. Add and numbering. Mo ilə həll olunan bir məsələ idi, amma pure şey eləmək lazımdır, yəni də Q kökəni eləmək lazımdır. Bu məsələni kim oxuyub? Bir neçə nəfər oxuyub. Gəlin baxaq bu məsələyə. Burada da maraqlı bir dənə texnika var. Maraqlı texnika dediyim, yəni pure add və delete moda pure o1 eləmək üçün, yəni biraz maraqlı düşüncə var orada. Məsələ bundan ibarətdir. Deyir ki, n ölçüləri verilib, Q-dən query verilib yenində və hər querydə nəyi tapmalısınız? LR aralığında, aralıqdır query. LR aralığında deyir ki, siz verilmiş hər bir ədədə bir dənə təzə ədəd assign eləyə bilərsiniz. Və choose a some contiguous subset of vegetables, then assign each kind of vegetable a distinct positive number. Və assign elədiyiniz ədədlərin cəmi mümkün qədər az olmalıdır. Və necə assign eləməlisiniz? Burada məsələn tutaq ki, 1-3 range'ini seçdik. Range bu ədədlərdən ibarətdir. 1-1-3. Bu range'də eyni olan ədədlərə eyni bir ədəd assign olunmalıdır. Yəni məsələn bir dənə birə başqa şey, başqa birə başqa şey assign edə bilməz. Və fərqli olan şeylərə də fərqli şey assign olunmalıdır mütləq. Məntiq nədir? Yəni ümumiyyətlə hər hansı bir range üçün adi oyun həllin məntiqi nədir? Tutaq ki, 1-1-3-dürsə, burada 1-dən 2 dənə var, 3-dən 1 dənə. Aydın məsələdir ki, ən balaca ədəddən başlayıb assign eləməliyik. Yəni 1, 2 və s. Çünki ümumi cəm balaca olsun istəyirik. Və də sayı çox olan növ ədədə daha balaca ədədə assign eləməliyik. Çünki onun sayı çoxdur deyə ona böyük ədəd assign eləsək ümumi cəm böyük olar. Bunlar greedy məntiq. Yəni məsələn burada 1, 1, 2 kimi assign eləsək, cavab olaraq 4 alacağıq cəmdə. Amma məsələn 3-ə 1 assign eləyib 1-ə 2 assign eləsəydik daha böyük alırdıq, elədir? 2, 2, 1 eləsəydik. Bu adi greedy hissəsidir məsələnin. İndi Mo ilə necə eləyə bilərik? Yenə də əsas fokuslanmalı olduğumuz hissə add delete necə eləyəcəyik modda odur. Moda odur. Add eləyəndə bir dənə element nələr saxlamalıyıq? Məsələn, deyək ki, bizdə hal-hazırda 1-1-3 add olunub və bir dənə də təzə, ya da elə demək, deyək ki, nələrsə add olunub. Biz add olunan ədədlərin bir countunu saxlamalıyıq, bayaqki məsələdəki kimi. Yəni, hər ədəddən neçə dənə var. Bir də countların özlərini hamısını bir dənə sorted sırada saxlamalıyıq. Countların özlərini sorted sırada saxlamalıyıq demək istədiyim nədir? Məsələn, tutaq ki, hal-hazırda array'imizin hissəsi 1-1-3-dən ibarətdirsə, yəni bizim əhatə elədiyimiz range, countlar nədir? Bir dənə count 1 bizdə 2-dir, bir də count 3 bizdə nədir? 1-dir. Bu arada bu məsələdə də kompress eləməlisiniz öncə ədədləri, çünki onsuz 9-dur. Count kimi istifadə edə bilmək üçün adi array'də indekslər kiçik olmalıdır. Və kompress məsələyə təsir eləmir bu məsələdə, ona görə rahat eləyə bilərsiniz. İndi bir dənə də şey olmalıdır bizdə. Countları sorted sırada saxlayan bir data structure. Bunu əslində dequeue eləsəz yaxşıdır, birazdan görəcəyik, amma mən onu adi array'in üzərində eləmişəm, çünki dequeue-nu adi array'in üzərində implement eləmək olur. Elə adi array düşünün. Məsələn, belə bir şey saxlayasıyıq. 2-1 azalan sorted sırada saxlayasıyıq. Bunu nəyə görə saxlayırıq? Bu yenə məsələnin öz məntiqindən gəlir. Çünki azalan sorted sırada saxlamağımızın məntiqi odur ki, yəni, biz ən böyük sayda rast gələn ədədə ən kiçik ədədə assign eləyəcəkdik. Sonraki böyüyə növbəti ən kiçik ədədir. Yəni buna 1 assign eləyəcəyik, buna 2. Dolayısıyla ümumi cəmimiz 2-1, 1-2 olacaq. Üstəgəl. Prosto biz hər dəfə add və delete elədikcə bu sorted sıranı sürətli update eləyə bilməliyik. İndi fərz eləyək ki, belə bir sorted sıramız var. Countlar saxlamışıq və məsələn, deyək ki, 3, 3, 2, 1, 1. Belə bir sorted sıramız var məsələn. Yəni, nəyinsə countu 3-dür, başqa bir dənə nəyinsə countu 3-dür, sonra nəyinsə countu 2-dir, 1-dir, 1. İndi bir də ədəd əlavə elədiyimiz zaman, tutaq ki, add eləyək, add x eləyirik. Əgər add elədiyimiz ədəd din countu 0-dırsa, hələ ki. Yəni, bu deməkdir ki,
təzə bir dənə count yaranır. Elədir? Təzə bir dənə ədəd, əvvəl burada olan, yəni countu burada olan ədədlər başqa ədədlər idi. İndi təzə bir dənə ədəd yaranır. Onun countu nə olacaq? Onun da countu olacaq 1. Yəni əslində bu sıranın ardına bir dənə 1 artırmaq lazımdır, elədir? Bunu adi o biri eləyə bilərik. Bir dənə arraydir. Array'in global array saxlasaz və bir dənə də pointer saxlasaz ki, hansı yerə qədər əlavə eləmisiniz. Ardına ədəd əlavə edə bilərsiniz. Və ya deq eləsəz, bunu deq-də avtomatik pushback-lə eləmək olur. Bura bir dənə 1 artırdıq. Əgər ki count x əvvəl 0 deyildisə, 0-dan böyük idisə, demək ki, həmən ədəd artıq var bizim bu, həmən ədədin countu bizim bu siyahıda hardasa var. Amma onun countunu bir vaid artırırıq. Artırandan sonra bu siyahını o biri update edə bilməliyik, sorted saxlaya bilməliyik. Bunu necə eləyə bilərik? Bizə əlavə şeylər lazımdır. Əlavə nə lazımdır? Bu siyahı sorted olduğu üçün burada məsələn 3-lər hamısı ardıcıl gəlir, sonra 2-lər hamısı ardıcıl gəlir, sonra 1-lər hamısı ardıcıl gəlir, elədir. Biz bu sırada hər bir count'un ilk və son rast gəldiyi position'ı saxlamalıyıq. Yəni məsələn 3-ün ilk rast gəldiyi, ta ki burada 1-dən indeksləsək ya da 0-dan indeksləyə bilərsiniz, baxır implementation'uza. Məsələn first və last deyə şeylər saxlayasıyıq. First, last bizə göstərir nəyi? Bu sırada hər bir count'un ilk rast gəldiyi position'ı və son rast gəldiyi position'ı. Buna FP deyək. First position. Məsələn, first position 3 bizdə nə olacaq? 1. Last position 3 bizdə nə olacaq? Məsələn, bu situasiyada 2-dir. Bu şəkildə first, last positionlar saxlamalıyıq. Deməli, 4 dənə şey saxladıq indiyə kimi. Bir count'da, bir count'ların sorted sırası, bir də həmən o count'ların sorted sırasında hər bir count'un ilk rast gəldiyi yer və son rast gəldiyi yer. İndi count x 0-dan böyük olan bir ədədi update eləyəndə, tutaq ki, onun countu 3 idisə, bu sorted sıra əslində necə dəyişəcək? Bu 3-lərdən biri artıb 4 olacaq, elədir? Bu sorted sıra belə bir şəklə gələcək də 4, 3, 2, 1, 1. Əslində bu 3-lərdən hansı 3-ü artırmağımın mənim üçün bir önəmi yoxdur. Yəni sıra yenə eyni cür olacaq. Bu 3-ü də artırsam sorted sıra 4, 3, 2, 1, 1 olacaq. Bu 3-ü də. Onda mən nə edə bilərəm? Ən soldakı 3-ü artıracağım. Niyə görə? Çünki ən soldakı 3 ən axırıncı 4-ə yaxındır. Sıra sorted qalması üçün məsələn bunun əvvəlində 4 var idisə, bu 3-ü artırsam 4 eləsəm sorted sıra pozulur. Amma bu 3-ü artırıb 4 eləsəm sorted sıra saxlanır. Ona görə ən soldakı, əd eləyəndə ən soldakı həmən ədədin count'un nüsxəsini bir artıracağım. Bu şəkildə sorted sıra saxlanacaq. Bir də bunlarda da dəyişikliklər eləməliyəm. First position, last position. Çünki məsələn bu 3-ü artırıb 4 elədimsə, artıq burada iki şey dəyişir. Bir 3-ün first position'ı bir dənə sağa gəlir. Çünki first position'dakı yerini bir dənə artırdım. Ona görə first position bir dənə sağa gələcək. Bir də 3-dən bir vaid böyük olan count'un last position'ı bir dənə sağa gəlir və yaxud o ədəd ilk dəfə yaranırsa, onun first position, last position'ını ilk dəfə yaratmalısınız. Yəni, ilk dəfə yarandığını da nədən bilə bilərik? First position, last position'da şey saxlaya bilərsiniz. Ümumiyyətlə bir ədəd yoxdursa, tutaq ki, first position, last position 0 olsun və ya mənfi 1 olsun implementation'dan asılı olaraq. Əgər bir şeyin first position, last position 0-dırsa, bu demək ki, o ədəddən hələ ki yox idi. 0-sa ilk dəfə yaranır, ilk dəfə yaranırsa onda elə onun first position'da, last position'da elə bu yerə bərabər olacaq. Okey. Əddə bu şəkildə update edəcəksiniz. Delete'də də oxşar şəkildədir, amma delete'də ən sağdakı nüsxəsini update eləməlisiniz. Çünki delete'də nə baş verir? Delete'də də yenə belə bir case var. Count'u 1 olan bir şeyi delete edirsinizsə, onun count'u 0-a düşür. Prosto elə ki, bu array'in sonundan bir dənə elementi silməlisiniz. Elə bir deq-nin sonundan bir dənə popback eləməlisiniz kimi bir şeydir. Və yaxud array kimi implement eləmişsinizsə, prosto array'də axırıncı elementə point eləyən bir dənə indeks saxlamışdınız, o indeksi bir dənə geri çəkəcəksiniz. Əgər count'u 1 olan bir şeyi silir isə. Yox, count'u 1-dən böyük olan bir şeyi silir isə, yəni məsələn 2-ni silir isə və ya 3-ü silmək halına baxaq, o 3-lərdən ən axırıncı 3-ü siləsirik. Çünki onu azaldanda yenə sorted sıra saxlanır. Bunu 2-yə salsaq. Orada da oxşar şəkildə 3-ün last position'ı dəyişəcək və bir də 3-ü azaldanda 2-yə düşür. 2-nin first position, last position'da dəyişikliklər ola bilər. O hallara baxmalısınız. Kim başa düşdü bu ideyaları? Okey. Bunları eləməklə paralel bir də nədir? Cavabı hesablamalısınız. Cavab da nədir?
Cavab bizdə bu sorted arraydakı countlar vurulsun indekslərin cəmidir də. Bunu da keep track eləyə bilərsiniz, rahat elədir. Prosta nə dəyişirsə, məsələn burada deyək ki, əvvəl cavabı saxlamışdıq. İndi əgər bir dənə add eləyiriksə, buradakı 3 4-ə keçirsə, prosta buranın countu bir vaid artdı. Buranın indeksi nə idisə, o indeksi cavabın üzərinə gəlmək lazımdır elədir. Çünki bu ədəddən bir dənə artdı deyə əvvəl 3 vur 1 gəlmişim, indi 4 vur 1 gəlməliyəm cavabın üzərinə. Yəni indeksi bir dənə cavabın üzərinə gəlirik. Eyni şəkildə azaldanda silmədə də cavabın üzərinə gələcəyik. Sildiyimiz ədədin, yəni hansı pozisiyonu silmişiksə o pozisiyonu cavabdan çıxmalıyıq. Çünki oradakı say bir dənə azaldı. Həmən şey əvvəl tutaq ki, bura 3 idi, 3 vur 2 əlavə eləmişdiksə, indi bura 2-yə düşdüsə, onda 2 vur 2 əlavə eləməliyik, onun indeksini çıxasıyıq cavabı. Cavabı hesablamaq rahat. Prosta indeksi çıxırsınız cavabdan ya da əlavə edirsiniz. Okey. Burada biraz konstant var, amma o birdir, yəni add və delete. Nəyə görə konstant var? Çünki bir 3-4 dənə şey hesablayırıq. Əgər implementation-a baxmaq istəsəniz, baxa bilərik. Hə? Okey, gəlin baxaq. Biraz köhnə implementation-da, amma bu dediyim kimi yazmışam deyə, yəni ki, rahat başa düşə bilərik implementation-ı. Mo hissəsinə falan çox boxlanmırıq. Compare, mo, compare'dir. Compress ədədləri compress eləməkdir. Əsas add və delete'dir. Add-də nə eləmişik? Count dediyimiz ədədin, məsələn, value-nu ədd eləmək istəyirsə, count-unu saxlayır. Count value sıfırdan fərqli olanda bir cür eləyirdik, sıfır olanda başqa cür eləyirdik. Sıfır olan asandır, gəlin birinci ora baxaq. Sıfır olanda nə edirik? Bu count da bu array-dir. Həmən bu array, sorted sırada saxlayan. Count array-ində mən sorted sıranı o vaxtı mənfi ilə saxlamışam, bilmirəm nəyə görə. Artan sırada saxlamaq üçün yəqin ki, amma azalan sırada da saxlamaq olardı. Yəni müsbətlə də saxlamaq olardı. Çox da mənası yoxdur onun. Ona çox fokuslanmaya bilərsiniz. Mən ona görə mənfi 1 artırmışam. Yəni ki, axıra 1 artırmağın əvəzinə mənfi 1 artırmışam. Plus size-da şey göstərir. Size məndə həmişə bu count array-indəki bu pointer-də, yəni axırıncı elementin harda olduğunu göstərir. Count plus size-a mənfi 1 yazıram. Okay, count value-nu artırdım bir vaid. Yəni count 1 olan bir şey yarandı. Bu array-in axırına 1 artırdım. Daha sonra 1'in last'ı dəyişdi. Elədir, last position-ı. Çünki LST burada məndə last position-ı göstərir. Əgər burada əvvəldə 1 var idisə, fərqi yoxdur. Yox idisə də, indi 1'in last position-ı bu size-a bərabərdir, elədir. Əgər ki first position-ı yox idisə 1'in, yəni ilk dəfə 1 ədədi yaranırsa, o zaman elə first position-da last position-a bərabərdir. Yəni bir dənə 1 var orada. Bunları update elədik. Bir də result-ın üzərinə də nəyə gəlirik? Size-ı gəlirik. Niyə? Çünki təzə artırdığımız ədəd burada hansı position-da düşürsə, cavabın üzərinə o qədər gəlməliyik. Size-da bizdə təzə artırdığımız ədədin position-udur. Bu hissəni belə update elədik. Əgər count value var idisə, onda buradakı sürüşmə kimi eləyəsirik. Sürüşməni eləyəndə nə edirik? Birinci count value-nun first position-ını tapırıq. Bu rast gəldiyi first position. Cavabımızı update elədik rahat. Cavab onun indeksi qədər artacaq demişdik. Sonra hallar var burada biraz. Əgər bu hansı halda görə index plus 1 size-dan kiçik bərabərdirsə və count index plus 1 count indexə bərabərdirsə first count value index plus 1 olsun. Hə, bu şeydir. Yəni bu indeks özü array-in axırı da ola bilər. Yəni axırı deyilsə, indeksdən o tərəfə də bir dənə ədəd varsa bizim array-də, index plus 1 size-dan kiçik bərabərdirsə və count index plus 1 də count indexə bərabərdirsə, yəni bu deməkdir ki, hal-hazırki ədəddən bir dənə də varsa əgər sağımızda ən azı, onda həmən ədədin first position-ını bir dənə sağa sürüşdürürəm, index plus 1-ə. Yox, sağda bir dənə də yoxdursa, onda o ədəddən elə bir dənə var idi məndə, elə onu da dəyişdim deyə, o ədəddən daha yoxdur. Ədəddən olmadığını sıfırla ifadə edirəm. O halda onun first position-da, last position-da sıfır eləyirəm. Yəni, məsələn, burada tutaq ki, 2-ni mən dəyişsəydim, 2-nin sağında daha 2 yoxdur. Demək, yəni 2-dən bir dənədir. Onda daha 2 3-ə artdısa, daha 2-dən yoxdur. Ona görə 2-nin first position, last position-ı sıfırlayıram. Sonra nə edirəm? Count array-ində count indeksi
1 byte azaltmışam ben, ama artırırıq bizim implementation'da. Mən negativdən saxlamışam deyə azaltmışam. Count value-nu 1 byte artırmışıq. Bu adi frequency-dir. Sonra nəyə update eləmişik? İndi təzə dəyişən ədəd, yəni məsələn 3 burada artıb 4 oldu. İndi 4-ün first last positionlarını update eləmək lazımdır. 4-ün last position'ı aydın məsələdir ki, indiki ədədin yeri olacaq. Çünki bu 3 artı 4 oldusa 4-ün last position'ı bu olacaq. First position'ı nə olacaq? First position'ı əgər əvvəl 4 var idisə, elə əvvəlki first position'ıdır. Yox idisə, elə demək bir dənə 4 var hazırda bizdə. O da demək elə onun da last position'a bərabərdir first position. Add bu şəkildədir. Delete də buna oxşardır. Delete biraz daha qısadır. Burada indeksini tapırıq. Yəni siləcəyimiz ədədin last indeksini tapırıq. Cavabımız bu qədər kiçiləcək. Əgər indeks 1-dən böyüksə bu nə deməkdir? Yəni bu ədədin solunda da ən azı bir dənə position varsa və soldakı element də bu elementə bərabərsə count array-ində, onda demək bu ədəddən ən azı 2 dənə var idi count array-ində. O halda last position-ını bu ədədin indeks minus 1-ə çəkəcəm. Yox, belə deyilsə demək bu ədəddən elə bir dənə var idi. Və indi də o silinəndə demək o ədəddən daha yoxdur. Onda first və last position ikisi də sıfırlayırıq. Sonra ədədin countunu azaldırıq. Sonra nə edirik? Ədədin countunu azaldandan sonra count index plus plus eləmişik. Yəni indeksdəki ədəd 1 byte artdı deyə, yəni sorted sıranı düzəltmək. Burada artırmışıq çünki negativdən saxlamışam mən. Count value sıfıra düşübsə də bu nə deməkdir? Bu şey halıdır. Bu nə vaxt baş verə bilər? Count value sıfıra düşübsə biz demək 0, 1-i silmişik də. Çünki 1-i silmişik ki, onun count'u indi sıfıra düşüb. Və biz ən sağdakı nüsxəni siliriksə, 1-i silmişikdə demək array-dəki ən axırıncı şeyi silmişik. Onda array-in ölçüsünü bir dənə kiçiltməliyəm. Array-in axırında 0 qalmaması üçün də size-ı bir dənə azaldıram, array-in size-ını. Əks halda demək axırda olan bir şeyi silməmişəm. Onda demək 1-dən böyük bir şey silmişəm. Onda indi sildiyim ədədin hər şeyini update elədim, amma sildiyim ədəd özü bir dənə daha balaca ədəd düşür deyə onun şeylərini update eləməliyəm. O ədədin də first position'ı dəyişir. First position'ı indeksə gəlir. Yəni məsələn mən burada 2-ni silsəm, 2 1-ə düşür. 1-in first position'ı 2-nin indiki yerinə gəlir, 2-nin last position'ı. Və əgər ki 1-dən əvvəl heç yox idisə, onda elə onun last position'da, first position'da nə edilir? Okay. Belə. Əgər istəsəz M-ə baxa bilərik, istəsəz gəlin dərs baxa bilərik. Amma M-lə bağlı bir neçə cür həll ideyası var. 3-4 cür həll ideyası var. Sənin kodu var. İyə. İ hansıydı? İ. Hə, bayaq ki. Count. Add eləyəndə count x-i azaldırıq, count x-i artırıb count x-i artırıb max of max count x eləyirik. Delete eləyəndə count x-i azaldırıq. Əgər count x sıfıra düşdüsə, max-ı 1 byte azaldırıq. Bu 1 byte çıxır da yəqin ki. Sonra count x-in özünü azaldırıq, sonra count x-i artırırıq. Okay, deletelər düz görsənər. Compressin BA, sort A. Məsələn, ümid edirəm bu düzdür. Square root-a n seçmişik. Hə? Düz deyil. Ümidim səhv çıxıyor. Yaxşı ümid deyil. Evet. Onda yəqin orada olar səhv. Yəni bu add delete-də səhv yox idi. Aşağıda yoxsa orada da səhv yox idi. Delete, add. Bir də, bir dəqiqə, delete, add fərq eləyə bilər. Bu arada onu bayağı heç mesela moda demədim sizə. Çalışın birinci add-ləri eləyin, sonra delete-ləri. Bu bəzən problem yarada bilir, delete-ləri birinci eləyib add-ləri eləmək. Negativ zada gedə bilər say. Görün gedə bilir. Məncə gedə bilir. Tam bilmirəm.
Yəni, bax, belə bir situasiya var, düşün. Məsələn, sənin range'in buradan təzə bloka keçəndə ola bilir ki, dəyilmirəm mən. Təzə bloka keçəndə bura gəldisə, sən bura qədər siləcəksən, təzə bloka keçəndə yox. Burada tutaq ki, belə idi. İndi geri... Başlansı oldu. Başlansa sıfır cevaplarda yerine raylara çok tamamlanırsa selekte yerlerde azalmadan görüşürüz. Lap başla, birinci query şey eləyəndə. Okay, əslində düzdür, lap birincidə baş verə bilər, sonradan baş verməməlidir, amma bilmirəm, dəqiq analiz eləmək lazım. Sonradan, məsələn, sən belə bir şeylər deyirsən, buradan bura keçəndə buranı delete deyirsən, bir də burada delete nəsə yoxdur deyə bir şey, yox, buranı delete nəsə yoxdur burada, amma bir dəqiqə, yox, ola bilər. Bura gəlsə, məsələn, L, olur. Bax, belə bir situasiyalar var. Delete ədləri birinci eləmək lazımdır. Məsələn, sənin blokun budur. Bunun içində bir dənə query birinci, məsələn, hal-hazırda buranı əhatə eləyibsən. İndi deyək ki, təzə L-in bura düşsün. Sən birinci tutaq ki, L-i bura qədər delete eləyəndə, burada heç add eləməmiş olduğun elementləri delete eləmiş olacaqsan. O bir countların falan mənfiyə düşəcək. Ona görə birinci ədləri, noda həmişə birinci ədləri, sonra delete-ləri eləyir. Və bu da, bəzən o bu cür düzgün ola bilər hansısa məsələlərdə, amma bu daha safe-dir. Ədləri eləyib delete-ləri eləmək, belə situasiyanın yaranmamaq üçün. M məsələsinə bağlı bir iki ipucu verim, gəlin dərs baxarıq. M məsələsi biraz şeyə oxşuyur. Majority element var idi, keçən dərsdən baxdığımız yarıdan çox rast gələn. Onun biraz daha şey versiyasıdır. Burada K elə bir ki 2 olsa bu məsələdə eyni o məsələ olur. Amma K burada 5-ə qədər ola bilər. Bizdən soruşduğu şeydir. Hər query'də deyir ki, array verilib, hər query'də deyir ki, LRK verir. LR range'ində R-L üstə gəl 1 böl K-dan ciddi çox sayda rast gələn ən balaca ədədi tapın. Bir də ən balaca söhbəti var burada. Yəni K2 olanda burada əslində bir dənə elə ədəd ola bilər, yarıdan çox sayda rast gələn, amma K daha böyük olanda burada bir neçə dənə elə ədəd ola bilər. Bu məsələni, o məsələdə də bir neçə cür həldən danışmışdıq. Orada istifadə etdiyimiz həll ideyalarından tətbiq eləyə bilirsiniz. Randomdan həlli var. Modulus random var, amma elə bir ki, kompleksitydə şey olmalıdır. Q kökən plus tutaq ki, hansısa bir neçəsə sayda random yoxlama, tutaq ki, 100 dənə yoxlama, amma keçər o. Yox, vur yoxdur da burada. Üstə gəl eləmək lazımdır. Yəni belə, Q kökən vur yox, kökən üstə gəl 100. Bunu eləmək olur. Düşünmək olar bunun üzərindən, bunu necə eləmək olur. Başqa həll ideyaları, bu məsələnin Q-logen həlli də var. Daha doğrusu Q-logen, K-Q-logen. K-ya vurulur, K çox kiçik ədəddir deyə 5-dir burada ən çox. Çox ciddi təsir eləməyəcək. K vur Q-logen, bu məsələnin 2 cür həlli var. K vur Q-logen olan. Sonra bir cür həlli dedik ki var. Q kökən plus 100 falan, təqribən belə bir konstant deyək buna. Sonra bir də belə bir həlli də var. Q kökən vur K həlli var. Burada amma bunu biraz yaxşı eləyə bilərsiniz. Block size-ı fərqli seçməklə K-nı da bir növ kökün içinə sala bilərsiniz. Hansı ki, K kifayət qədər kiçik ədədi 5-dir bizdən çox və kökün də içinə girsə vəbşə kiçik olacaq, yəni 2-3 falan olacaq. O həll də keçməlidir. Bu həllərdən gəlin dərs danışarıq. Belə.
Kontekstli vaxtını uzadacağım. Gələn dərs qalan məsələlərinə baxasıyıq. Başqa nəsə sual varsa deyin, yoxsa yekunlaşdıraq. Okay, yəni o zaman yekunlaşdıraq.